Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Doğru xəbər Azərbaycan bildirir ki, yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə sulu qar və qar yağır. Yağan qarın hündürlüyü Lerikdə 116 sm, Astaranın dağlıq ərazilərində 70, Yardımlıda 49, Əlibey, Zaqatala və Kəlbəcərdə 42, Şahbuzda 32, Sarıbaşda 28, Şuşada 27, Şəkidə 24, Xızıda 22, Xankəndi və Qırızda 20, Xaltanda 18, Cəlilabadda 16, Laçın və Qubadlıda 15, Qusarda 15, Şamaxı və Şirvanda 13, İvanovka, İsmailli və Xınalıqda 12, Xocalı, Qobustan və Şərurda 10, Şahdağ və Biləsuvarda 9, Quba və Gədəbəydə 8, Füzuli və Oğuzda 7, İmişli və Naxçıvanda 6, Daşkəsən, Qəbələ və Sədrəkdə 5, Tərtərağdan və Göyçayda 3, Ceyrançöldə 2, Orduba, Dağsu, Bərdə və Naftalanda isə 1 sm-dir. Düşən yağıntının miqdarı Beyləqan və Lənkəranda 24, Bakıda və Abşeronda 15, Sabirabadda 13, Astarada 12, Kürdəmirdə 9, Tovuz, Zərdab və Mingəçevirdə 6, Balakən və Yevlaxda 5, Gəncə və Şəmkirdə 4, Ağstafa və Neftçalıda 3, Şabranda 2, Göygöldə 1 mm-dir. Sumqayıt, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qırız, Yardımlı, Lerikdə qatı duman müşahidə olunur. Dumanda görünüş 500 metrə qədər məhdudlaşır. Havanın minimal temperaturu Bakıda və Abşeronda 1, Aran rayonlarında 2, Naxçıvanda 15, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə isə 18 dərəcəyə qədər şaxta qeydə alınır. Ölkə ərazisində yanvarın 21-i gündüzdən havanın mülayimləşəcəyi, 22-si 25-də əksər rayonlarda yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi, mülayim cənub-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir. Xankəndi şəhərində və Kərkicahan qəsəbəsində yolların buz bağlaması səbəbindən vətəndaşlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar. Bu barədə 112 qaynar xəttə məlumat verilib. Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi şəhər yanğından mühafizə hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib. Yanğınsöndürən xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən Honda və Toyota markalı ümumilikdə 4 ədəd minik avtomobilinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib. Kəskin hava şəraiti ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 15 nəfər müraciət edib. Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və sair nahiyəsində deformasiyalar, kəskin ağrı və şişkinlik müşahidə olunub. Müraciət edənlərə zəruri tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar deyə məlumatda qeyd olunur. Dünən, yəni yanvarın 20-si gündüzdən paytaxt Bakıda şaxtalı hava şəraiti və qar yağması ilə əlaqədar Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, şəhərin kommunal xidmətləri gücləndirilmiş iş rejimində çalışırlar. Bu barədə Doğru Xəbər Azərbaycan kanalına Bakı şəhər icra hakimiyyətindən məlumat verilib. Qeyd olunub ki, dünəndən etibarən yağan qarın təmizlənməsi ilə bağlı operativ tədbirlər keçirilir. Bununla bağlı gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib. Həmçinin buzlaşma müşahidə edilən səkilər və ümumi istifadədə olan həyətlərdə qardan təmizləmə işləri həyata keçirilib. Lənkəran və Lerikin yüksək dağlıq ərazilərində ötən gündən başlayan intensiv qar yağışı nəticəsində bir sıra yaşayış məntəqələri ilə nəqliyyat əlaqəsi məhdudlaşıb. Kəskin hava şəraiti xüsusilə Lerik rayonunun mərkəzində və ətraf kəndlərdə hərəkəti çətinləşdirib. Buna baxmayaraq, Ağörpəyə bürünən dağ kəndlərinin və meşələrin yaratdığı füsunkar gözəllik həm yerli sakinlərin, həm də təbiət sevərlərin marağına səbəb olub.